Salam dəyərli izləyicilər. Bu günləri ruhun təzədən dünyaya gəlməsinə əlaqəli biraz danışmaq istəyirəm. İlk öncə mövzuya keçməmişdən bir məsələni qeyd etmək istəyirəm ki, məşhur türk aktyoru Kemal Sunalın Oxşarı adlı bir insanı sosial şəbəkələrdə çox geniş reklam edilir. Bu həqiqətən də Kemal Sunalın Oxşarıdırmı, yoxsa ruhun dünyaya təkrar qayıdışıdır? İlk öncə həmin videonu bir təkrar izləyək. Merhabalar, yaxşı dolarmı? Hiç kimə yaxşı, hiç kimə görüşə qalamı deyim, keçir ola. Ben vücudum kilo aldım. Köpçülük qaraz qıqılar, sıxıyadı. Həqiqətən insan təkrar olaraq dünyaya gələ bilir. Bunun bir örnek üzerinden devam etmək istəyirəm. Daha doğrusu düşünən insanlar üçün bir sual vermək istəyirəm. Bildiyimiz kimi günahkarlar cəhənnəmə, günah olmayıb əməl sahibləri olsa, yaxşı əməl sahibləri isə cənnətə gedir. Bəs nə günahı, nə də ki əməli olan, yaxşı əməli olan ruhlar bəs hara gedir? Bu barədə düşünən adamlardan rəy gözləyirəm.